Rəsmi statistikaya görə Azərbaycanda təxminən 2 milyon 200 mindən çox ailə var. Deyilənə görə onlardan təxminən 400-ü hər gün bura gəlir. Bakıda yüzlərlə ailənin gündəlik baş çəkdiyi çoxlu sayda restoran var, amma etiraf eləyək ki, hər məkana belə sadiq müştəri kontingenti qismət olmur. Gəlin sizi Nişantaşıda yeni yaradılan ailə seti ilə tanış eləyim. Bu setə fərqli məzələr, pendirli pide, çiğ köftə, türk sarması, növ-növ salatlar, kompot və fri kartoflu, tərəvəzli, soğanlı, pomidorlu qarışıq kabablar daxildir. Bəribaşdan deyim ki, doyumlu hazırlayıblar. 4 nəfərlik nəzərdə tutulsa da, rahat 5 nəfərə də bəs eləyər. Qiyməti 88 manatdır. Kabab məclislərində saç ağartmış Nicat burada ən çox lüləni və toyuq kababını bəyəndi. Məncə də lüləni mükəmməl hazırlamışdılar. Ət adamın ağzında əriyir. Amma türk sarmasını bəyənmədim. Yəni, məncə bizim dolma daha ləzzətli olur. Amma xanımlar bəhbəhlə yedilər. Ümumiyyətlə, məndən məsləhət. Bir şeyi xanımlar bəyənirsə, kişilər gərək söhbəti uzatmasınlar. Tam səmimi deyim, bu məkanın heyranıyam. Hətta o dərəcədə ki, 35 yaşımı dostlarla, doğmalarla məhz burada qeyd etmişdim. Adamlar bu işin masteridir. Həqiqətən şefə əhsən. Bir də məkanda canlı ifa mövcuddur. Düzdür, son vaxtlar başım səs götürmür. Yəqin yaş öz sözünü deyir. Amma ad günü və şad günlər üçün yaxşıdır. Canlı-canlı təbriklər, ifalar qonaqlara ləzzət eləyir. Uzun sözün qısası, ailənizlə oturmağa və ya şad bir günü qeyd etməyə məsləhətli məkan axtarırsınızsa, Nişantaşını yadda saxlayın, videonu da bəyənməyi unutmayın.